Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Mən Sehran, sizlərin hər birinizi salamlayıram. Bugün 5 aprel 2025-ci il tarixdir. Həftənin 6-cı günüdür. Və bu o deməkdir ki, Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Bəli, hal-hazırda evimizdən belə deyək, yavaş-yavaş addımlayırıq kəndimizin çıxışına doğru. Səfərimiz Göyçay maşın bazarınadır. İnşallah Göyçay maşın bazarının girişindən sizlər üçün çəkiş eləyəcəm və Göyçay maşın bazarında olan bir neçə avtomobillərin qiyməti haqqında sizlərlə çəkib paylaşacağım. İzləmədə qalın. Baxıram, maşallah olsun, videolarımı bəyənirsiniz, abunə olursunuz. İzləmədə qalın, yaxşı olacaq hər şey. Salam bir daha, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Gəlmişəm, Göyçay maşın bazarının girişindəyəm. Bir daha xatırladaq, 5 aprel 2025-ci il, həftənin 6-cı gündür. Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Bir daha xatırladıram, Göyçay maşın bazarı hər həftənin 6-cı günü sizlər üçün fəaliyyət göstərir. Bazarımızın həm girişində, həm bazarın daxilində maşınlarımız var. İnşallah ki, bazara daxil olacağım və bir neçə avtomobillərin qiyməti haqqında maraqlanacağım, çəkəcəyəm, sizlərə göstərəcəyəm. Təbii ki, maşın sahiblərindən icazə alacağım. Maşın sahibləri icazə verərsə, təbii ki, mən çəkib sizlərə göstərəcəm. Ön tərəfdən sizlərə çəkiş eləyim. Bazarımızın girişi bu yol Bakı, Şamaxı, Ağsu, Göyçay yoldur, gördüyünüz kimi. Bu ərazidən gələrkən maşın bazarı sizin sağ tərəfinizə düşür. Yəni bu istiqamətdən gəlirsiniz artıq Göyçay tərəfə, şəhər tərəfə. Qarabaqqal kəndinin gördüyünüz kimi yaxınlaşdırım, göstərim. Qarabaqqal kəndinin girişidir və maşın bazarı sizin sağ tərəfinizə düşür. Bu yol isə buradan da bir çox rayonlar saya bilərəm. Kürdəmir, Ucar, Hacıqabul, Zərdab, Bərdə, Mingəçevir, Ağdaş, bir çox rayonlar, həmçinin bu arxa tərəfdən də İsmailli rayonunun adını yadımdan çıxartmışdım. Yəni bu istiqamətdən, bu göstərdiyim istiqamətdən saydığım, yəni şəhərlərin sakinləri Göyçay maşın bazarına gələ bilərlər və bu yoldan gələndə maşın bazarı sizin sol tərəfinizə düşür. Və gəlib maşın bazarından həm maşınınızı sata bilərsiniz, həm də ala bilərsiniz istədiyiniz maşını. Bazarımızın girişindəki maşınları göstərim sizlərə. Və burada nə vaxtı çəkmirəm, mən bunu çəkməyi özümə borc bilirəm. Deməli, maşın bazarının rəhbərliyi 44 günlük vətən müharibəsində şəhid olmuş igidlərimizin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər Bulağı kompleksi ərsəyə gətirmişdir. Bu Şəhidlər Bulağı kompleksinin də açılış videosu YouTube kanalımda var. Baxa bilərsiniz, bəyənə bilərsiniz. Xatırladaq ki, 1-5 aprel aprel döyüşlərindən, yəni bir xatirə olaraq qalıb yaddaşımızda. Aprelin 1-dən 5-nə qədər mənfur düşmənlərimiz mövqelərimizi atəşə tutmuşdular və 1-5 aprel arasında ordumuzun igidlərindən şəhid olanlarımız oldu. Həmçinin mənim əsgər yoldaşım Şahin Balakən şəhidimiz Şahin Cavadzadə mənim əsgər yoldaşım olub və orada aprel döyüşlərində şəhidlik zirvəsinə ucalıb və 44 günlük vətən müharibəsində də şəhidlərimizin xatirəsini yenə də qeyd edirəm, əbədiləşdirmək üçün
Maşın bazarının rəhbərliyi tərəfindən ərsəyə gəlmiş Şəhidlər Bulağı kompleksidir. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə şəfa diləyirəm. Veteranlarımıza da uzun ömür, can sağlığı arzu edirəm. Özüm də qaziyəm, bilirsiniz ki, 44-cü Vətən müharibəsinin qazisiyəm. Yavaş-yavaş gələk bazarımızın girişinə doğru. Burada maşın bazarının nə zaman fəaliyyətdə olduğunu görürsünüz. Göyçay maşın bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. Aşağıdakı nömrələr 050 051 627 46 83, həmçinin 055 628 11 36 nömrələri ilə zəng vuraraq Göyçay maşın bazarında ətraflı məlumat ala bilərsiniz. Xatırladaq, bazarımızda həm faz, həm xarici marka avtomobillər, həm də yük maşınlarının alışı, satışı mümkündür. Burada Qara babamızı salamlayırıq. Baba salam olsun, bazar olsun. Mamayı xoş gördük. Yəni baxırıq, bazarda var maşınlarımız. Alıcımız da var, Satıcımız var və maşınlarımız da satılıb hətta. Bir neçə maşınımız da satılıb. Səhər tezdəndən satılıb və burada girişdən 011, 06, 06 baz maşınları üstünlük təşkil edir. Çeşka, 4 göz, Volgalarımız var orada. 07'lərimiz var, 015'imiz var orada bir dənə. Onu da çəkib göstərəcəm inşallah. Belə çəkək, göstərək. İnşallah ki, işimizə başlayaq. Allah hər bir kəsin işini avand eləsin. Bizlər də onun içində olmaqla. Ya Allah, bismillah deyirik, işimizə başlayırıq. Getdik. Ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, 04 həvəskarları, özünə ideal 04 alıb sürmək istəyən izləyicilərimiz. Sizlər üçün Göyçay maşın bazarında Vaz 2104 markalı avtomobilin çəkişini edəcəm. Maşın sahibi yanımızdadır, məlumat alacaq. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli neçənci ildir? İli 2006'dır. 2006. İnjektordur? Karbüratordur. Nə motordur üstündəyi? 06'dır, 03'dür. 06 motordur. Korobka 5'dir. 5'dir. Atması yoxdur korobkada. Xeyr. Motorda yağ yeməyi Xeyr. yoxdur. Difirində səsi falan Xeyr. yoxdur. Sizdə olarkən vuruğu, dəyişəni, rənglənən yeri Xeyr. olmuyor. Qiyməti nə demişsiniz? 7,5. 7500 manat sondur, yoxsa razılaşma olacaq? Razılaşmaq olacaq. Telefon nömrünüzü eşitdik. 051 924 50 20. 051 924 50 20. Bəli. Adınız? Adım Kamil. Kamil əmmimiz, qardaşımız harda baxmaq olar maşına? Hansı rayonda? Göyçay ərazisində baxmaq olar. Barter maraqlıdır hansısa maşından, yoxsa nağd satış? Olsaydı baxar da barter. Özündən ucuz yoxsa baha? Özümdən baxar. Baha maşının üstündə pul verə bilərsiniz. Yoxsa öz dəyərli qiymətində də olar. Belə kredit falan, yəni kreditdə salmaq falan. Yəni ya nağd satışdır ya da belə barter mümkündür. Kamil əmmimizdən məlumat aldıq, çəkək, göstərək. Deməli, ili 2006-dır, karbüratordur. Heç bir problemi yoxdur. 06 motoru, korobka 5, motor yağ yemir, korobka atmır. Difirində səsi yoxdur. Start qiymət 7500 manatla Göyçay maşın bazarına daxil olub bu 04. Təbii ki, maşının yanında, maşına baxdıqdan sonra Kamil əmmimiz qeyd elədi ki, real alıcıya endirim olunacaq. Həmçinin maşınımıza barterdə maraqlıdır. Öz qiymətindən baha, vaz yoxsa xarici maşından? Kamil əmmi. Vaz maşını ilə, özündən baha vaz maşını ilə barter maraqlıdır. 04'ün yük yerini çəkək, göstərək. Yəni belə çəkim, göstərim. 90 nömrə üstündə qalır. Gəldi. Həm qapı üzlükləri, həm sirenkalar maşın sahibinin istəyinə uyğun olaraq yığılıb. Həm də burada göstərə bilərəm, şitdə gördüyünüz kimi maşın sahibinin istəyinə uyğun olaraq üzlənib. Gəldi mühərrik yerinə. Akkumulatoru yeni, mühərrik yeri yaxşı vəziyyətdə. 06 motor, yağ yemir. Belə çəkdim, göstərdim. Kamil əmmimiz də məlumatları qeyd elədi. Mən də təkrar elədim. Sizə də bunu oldu. Maraqlı gələrsə, Kamil əmmimizin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Dəyərli hörmətli YouTube izləyiciləri, 07 həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Göyrəkdə Vaz 21 07 markalı avtomobilin çəkişini eləyəcəm, amma əmmimizdən məlumat alacağıq. Salam aleyküm əmi, bazar olsun. Sağ ol. Məlumat alaq zəhmət olmasa.
İl neçənci ildir? 1998. 98-ci ildir. Aha, sonra motoru Motor dipil qarabqa çiçək kimi. 06 motordur, yoxsa Bəli. 03? 06. 06 motorudur. 06 motor. Aha, karofka motor Beş. yağ yemir ki. Ya 25 Karofka 5 5'dir. qarabqa. Atmır ki. Xeyr. Atmır. Difrində səsi Dipildə səs yox. yoxdur. Ben bilir maşın daşın üstündə dayanıb Aha, sürülməyib. sürülmür. Yatmış maşın olub. Yatmış indi yiyəsi. Bildim. Başa düşdüm. Yəsi, yəni maşının yanında olmayıb, başqa bir yerdə olduğu üçün maşın sürülməyib. Bəli. Zavoskoy quruntu da altındadır. Aha, başa düşdüm. Qiyməti nədir baba? Qiyməti 4500. 4500 sondur yoxsa razılaşma olacaq? 4500 sonda. Sonu 4500 manat. Telefon nömrünüzü alaq. Bəli. Deyin telefon. 051 Aha. 354 44 69. 051 354 44 69 adınız? İkram. İşram əmi, maşına harda baxmaq olar? Göyçayda. Göyçayda bəli. Barter maraqlıdır hansısa maşın? Xeyr. Nağd satışda pula ehtiyac var. İşram əmimizdən məlumat aldıq. Maşın üzdən 2003, 2004, 2005, 2006-nın maşınına bənzəsə də maşınımızın ili 1998-ci il istehsalı. Çürüyü yox, sarığı yox. Altında bəli, İkram əmimizin dediyinə görə maşının altında çürüyü yoxdur. Üstündə də kosmetik şey ehtiyacı yoxdur. 06 motordur, yağ yemir, karofka 5'dir, atmır, difilində səsi yoxdur. Son qiymət 4500 manat olaraq Göyçay maşın bazarına gəlib. İkram əmi nömrə qeyd edib, o nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Barter yoxdur, nağd pula ehtiyac var. Motorxananı görürsüz, 06 motor, yenə də qeyd edirəm, yağ yemir. Akkumulatoru yeni, bəli, yeni akkumulyatordur və maşına vaxtında qulluq olunub. İkram əmi də qeyd elədi ki, 11 il bu maşın daşın üstündə dayanıb, yəni sürülməyib. Sahibi yanında olmadığı üçün, başqa bir yerdə olduğu üçün maşın sürülməyib. Sizə də bu maşın maraqlı gələrsə, İkram əmi nömrə qeyd elədi, o nömrə ilə zəng vurub maraqlana bilərsiniz. 1007 haqqında. Dəyərli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Sizə 99 çəkib göstərəcəm, amma bəlkə də iPhone-dan da ucuz. Bu dəqiqə yəni iPhone-ların qiyməti 3000, 3500 baxır və qiymətinə görə dəyişir. Bu maşının qiyməti elə bir qiymətdir ki, iPhone-dan ucuzdur. Maşın sahibindən bir dənə əmimiz. Yaxşı, məlumatları oradan de, mən deyim buradan. İli neçənci ildir? 95-dir. Kosmetik şey ehtiyacı var, görünür. Motor, karofka, xadavoy sistemi. Qəşəng, ekranda işi gedib. Gedib də yəni elə bir ciddi bir Problemi yoxdur. Qiyməti nədir baba? Sonu 2000. Sonu 2000. iPhone-dan da ucuz, sonu 2000'ə. Telefon nömrü de, buradan eşidək. 050 De. 054 89 20 96. Başına harda baxmaq olar? Göyçay arasında. Barter maraqlıdır hansısa maşından, yoxsa nağd pula ehtiyacı var? Nağd pul olsa daha yaxşı olar, indi barterlə də baxarım. Öz dəyəri qiymətində, yoxsa biraz yuxarı olsa qiymətindən? İndi biraz yuxarı. Vazla. Yəni yenə vazla da yəqin ki. Vaz maşını ilə barter maraqlı olardı, yoxsa xarici maşınla? Yox, vazla. Vaz maşını ilə də. Belə nağdı pul lazımdır. Əgər olası belə də eləmək olar. Hə. Bəli əzizlər, 95-in 99-udur. Motor, karofka, xadavoy sistemi maşın sahibinin dediyinə görə yaxşı vəziyyətdədir. Bir dənə maşınımıza kosmetik işə ehtiyacı var. Sonu 2000 manata. 2000 manata bu dəqiqə 011-i də almaq mümkündür. Sizə, yəni var, işləri maşınımızın üzərində dəmirçi, kosmetik işə ehtiyacı var. Amma belə alıb sürməyə yaxşıdır. Belə sözüm pis çıxmasın. Yəni biraz pulu aşağı olanlara bu maşın həqiqətən yaxşıdır. Maşının sonu 2000 manatdır. Yəni bundan aşağı yeri yoxdur. 2000 manata da ki 99 heç yerdə yoxdur. Noluç 773 nömrə üstündə Ağdaş əhalisinə salam olsun buradan. Baxırıq. Bir dənə əmi mühərrik yerini qaldırardın. Ay əmi bir dənə mühərrik yerini oradan qaldır. Çəkək.
Salon. Aha. Qaldıraq bir dənə çəkək. Mühərrik yeridəki görürsüz. Baxın belə vəziyyətdədir. Belə çəkdim, göstərdim, maşın sahibi də məlumatları qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu 99 haqqında. Dəyərli hörmətli YouTube izləyiciləri, 06 həvəskarları, sizlər üçün Göyçay Maşın Bazarında Ağrəkdə Vaz 2106 markalı avtomobilin çəkişini eləyəcəm, amma maşın sahibindən məlumat alaq. Kim danışır? Sən danışsan. Salam əleykum qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. Maşının heç bir problemi yoxdur. İli 89-dur. 1989-cu il istehsaldır, tələsməyək. Motoru 011. 011 motoru, karobka 4'dür. Aha. 4'dür. Motoru yağ yemir. Yox, heç. Karobka atmır. Heç. Difrində səsi. Yox. Yoxdur. Xadavo sistem, periodok falan. Maldan yığılır. Hamısı qaydasındadır. Qiyməti 3800. 3800 sondur, yoxsa razılaşma olar? Razılaşar. Razılaşma olacaq. Telefon nömrənizi eşdək. 050 643 04 32. 050 643 04 32. Adın? İsmail. İsmail. Maşına Göyçayda baxmaq olar. Aha. Barter maraqlıdır. Hansı maşın? Hansı maşınla? 07. Üstündə pul vermək şərti ilə, yəni ili təzə 07-lərlə, Barter 2008-2009. Bunda yüngül aşağı da ola bilər. Aşağıdır. 2006 da ola bilər. 2006 injektor. Ya da 2006-dan yuxarı. Aha, 2006-dan yuxarı injektor. Yəni mühərrikli 07-lərlə də barter mümkündür. Xatırladaq ki, bu maşın mənim köhnə səhifəmin moderatoru, iç moderatoru olmuş Cahid qardaşımızın qohumlarının maşınıdır. Belə deyə profili Ariza olmalıdır, səhv eləmirəmsə. Mənim səhifəm spama gedəndən sonra, yəni bana gedəndən sonra düzdür. O Cahidi çox da görməsəm də, Arizanı çox da görməsəm də, amma bu məlumat mənə gəldi çatdı ki, burada Ariza qardaşımızın qohumlarının maşınıdır. Buradan da Ariza qardaşımıza, Cahid qardaşımıza salamlarımızı çatdırdı. İli 89-dur. Motor 011 yağ yemir. Karobka 4-də atmır. Difirdə səsi yoxdur. Periodok yığılıb. Arxada 4 orijinal pioner, maqnitofon, qapı üzlükləri, abifkalar hamısı maşın sahibinin, sirenalar hamısı maşın sahibinin istəyinə uyğun olaraq yığılıb. Mən həmişə qapıların birində ilişməliyəm. O mənim adətimdir. O göz dəyməsindir də, yəni qapının birində ilişməyəm, mənim göz dəyməsimdir. Hə, buranı bilənə İsmail, bilənə açaq buranı. Pult sistemidir. Ha, maşınımız pult sistemidir. Xatırladaq ki, maşınımız pult sistemidir. Buradan bir dənə bunu qalxısıb çəkəbiz. Yox, bunu bura, aha, buradadır. Bir dənə belə çəkib göstərim istəkan yerini. Baxın, gördünüz. Daha sizlər üçün nə əziyyət çəkirəm. Belim ağrıdır maşının bağazına girməkdən. Salon səliqəlidir. Oturacaqların yüngül, yəni üzlənməyinə ehtiyacı var. Audio sistemin göstəreyim, maqnitola yerində və mühərrik yeri, akkumulatoru, yeni mühərrik yeri qaydasında belə çəkdim, göstərdim. Maşın sahibidən məlumatları verdi. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu 06 haqqında nömrə üstündə qalır. Dəyərli hörmətli YouTube izləyiciləri, Vaz 21 013 həvəskarlar. Deyirsiniz 011-də, amma bu Vaz 21 013 gedir sənəddə eksport variantıdır. El arasında 011 deyə bilərsiniz. Özünə belə deyək, ideal 011 alıb sürmək istəyən izləyicilərimizə Göyçay Maşın Bazarında qəşəng fulun-furu bir dənə 011 çəkib göstərəcəm. Maşın sahibindən məlumat alaq. Salam əleykum qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. Maşın 86 maşınıdır. Mühərrik 01 Niva, sülün Niva yığılıb. Aha. Maşının altında sürüş yoxdur, qəti problem tələb etmir maşın. Yəni Motoru yağ yemir. motor xeyir. Karobka neçədir? Karobka 4-dür. 4-də 60 ki. Difrində səsi Sözü səs yoxdur. yoxdur. Motor canavar kimidir. Yəni Qiyməti nədir? qiymət 3500 son. 3500 sonu. Bəli, bəli. Telefon nömrə eşidək. 050 Aha. 899 8391. 050 899 8391. Adın Nihat. Nihat. Maşına Göyçayda baxmaq olar Bəli, Nihat. bəli. Barter maraqlıdır hansısa maşınla? Bəli, olar. Hansı maşınla? 06 ilə. Öz dəyəri qiymətində yoxsa baha da olsa olar dəyərindən? Dəqiq yoxdur. Yəni- Dərindən də baxa olsun. Olsa olar. Bəli. Barterdə dedim ki, yəni 06 ilə ola bildim. Deməli ili 86.
Maşının motoru 01 motordur. Uslinli Niva yığılıb. Altında çürüyü yoxdur. Karobka 64-dür. Motor yağ yemir. Difrində qram səsi yoxdur. Sirenkalar gördüyünüz kimi gözəl. Kolonkalar 1, 2, 3, 4, 5, 6 orijinal Pioneer kolonka. Qapının üzlükləri, abifkaları üzlənib. Şit gördüyünüz kimi maşın sahibinin istəyinə görə yığılıb. Görək bura bağlı deyəsən. Yox, xeyr. Ay, açıqdır. Baxırıq. Bir dənə buradan baxırıq. Görürsüz, çürük deyilən heç nə maşında yoxdur. Gəlirik sürücü tərəfdən salona. Baxırıq sürücü tərəfdən salona. Yaxşı vəziyyətdədir. Bir dənə buranı qaldıraq zəhmət olmasa mühərrik yerini. Sıkıntı gəlməsin deyə özüm eləmişəm. Aha. Deməli Fiat Rul. Mühərrik 01 mühərriki, amma Niva valı ilə yığılıb. Akkumulatoru normal. Hələ dəyişilib bax. Aha, yeni dəyişilib belə deyək. Qəşəng qalpaqlarından Qalpaq belə üstündə, hər şey üstündə, üstündə verir. bəli, 99 nömrə üstündə qalacaq. 3600 manat son qiymətlə Göyçay maşın bazarındadır hal-hazırda. Bu maşına Göyçayda baxmaq olar. Daha ətraflı və geniş məlumat almaqdan ötəri Nihat qardaşımız telefon nömrəsi qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Özü də qeyd elədi. 24 saat telefon fəaliyyətdədir. Yəni istənilən zaman zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, Vaz 2107 həvəskarları, cavanların sevə-sevə sürdüyü Vaz 2107 markalı avtomobilin çəkişini eləyəcəm qara rəngdə. Adətən bu maşınlara mən qara bəbir deyirəm, qara rəngdə olan 07-lərə. Maşın sahibindən məlumat alacağıq. Qardaş çox uzağa getsən danışsan, gəl bura. Salam əleykum, bazar olsun. Məlumat alaq zəhmət olmasa. 2010-cu il. Aha, il 2010. Moskarovka ideal Aha. vəziyyətdə. Maşının sadəcə 2 dənə qabaq krılosu dəyişib. Qabaq krılalar dəyişilib. O maşına udardan söhbət gedə bilir. Qalan hər bir yeri, yəni bez detaldır. Bəli, bəli. Detallar. 4 yeni təkər. 4 yeni təkər. Nömrə üstündə qalır. Bəli, bəli. Nömrə üstündə. Nömrəsi Qiyməti yedi. nədir? 7500 manat. 7500 Real manat alıcı ilə endirim olunacaq. bəli. Telefon nömrəsini işləyək. 010 Aha. 713 32 46. 010 713 32 46. Adın? Talih. Talih. Maşına Göyçayda baxmaq olar. Bəli, bəli. Hansı maşınlardansa hər hansı bir maşınla barter maraqlıdır. Yox. Nağd satışdır. Nağd Pulu. satış, Kreditdə bəli. falan salmaqda ki, yox, ancaq nağd. nağd satışdır. Bəli, nağd. Deməli maşınımızın ili 2010-cu il istehsaldır. 2 dənə qabaq sağ krılalar dəyişilib. Başqa hər bir detalı öz detaldır. Motor, most, karobka hamısı ideal vəziyyətdədir. Karobka atmır, motor yağ yemir. 4 orijinal Pioneer kolonka arxada, pərdə var maşın sahibi hal-hazırda. Yan pərdələri çıxardıb. Görürsüz, oturacaqları maşın sahibi istəyinə uyğun olaraq üzləyib. Həmçinin şit də üzlənib. Keçək maşınımızın yük yerini. Açar pul sistemli yoxsa açardı? Açardı. Aha, özüm açacağım. Harda? Buradadır. Pul sistemidir yoxsa açardı? Açardı. Amma pult da var üstündə. Pult var. Bir dənə yəqin bu bağacı pul sistemi eləməmsiz. Bəli, bəli. Çox güman ki. Aha. Yük yeri baxın belə vəziyyətdədir. Saçımı göstərim. Və gələk sürücü tərəfdən salona. Sürücü tərəfdən salon. Həm bu açarı yerini pultu yerinə asaq. Və magentolası, Momo Scorus başlığı, Fiat Rul. Sonra keçək mühərrik yerinə. Bir dənə oradan buna açıldı. Maşallah. İnjektor, motor, akkumulatoru təzə. Belə çəkdik, göstərdik. Maşın sahibi Talih qardaşlar məlumatları qeyd elədi. Mən də təkrar hamısını dedim sizlərə. Sizə də bu 07 maraqlı gələrsə, telefon nömrəsi qeyd olundu. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu 07 haqqında. Xatırladaq ki,
Qeydiyyat nömrə nişanı maşının üstündə hədiyyə olur. Hörmətli YouTube izləyiciləri, 07 həvəskarlar, növbəti Ağrəhdə Vaz 2107 markalı avtomobilin çəkişini edəcəm. Maşın sahibi yanımızdadır, məlumatlar alaq, zəhmət olmasa. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq, zəhmət olmasa. 2006 07'sidir. Aha. Heç nəyə ehtiyacı Karbüratordur. Karbüratorda Aha. motor karobka most əladır. Aha. Təkərləri təzə. 06 motordur üstündə. Bəli. Korobka 4'dür 5. 5'dir. 5 atması falan. Yox, yox, elə bir şey. Difrində səsi falan. Cüzi dava təzə O 07'lərdə. maşından adətidir ona görə. Qiyməti Qiyməti 4700-ə, yəni real alıcıya razılaşma olur. endirim olunacaq. Telefon nömrü eşdək. 51 Aha. 690 61 61. 051 690 61 61 adınız Orxan. Orxan. Maşına Göyçədə baxmaq olar. Ucar Göyçə. Ucar Göyçələr arasında baxmaq mümkün. Barter maraqlıdır hansısa Yox, maşın? barter Nağd yox. satışdır, Nağd, pula pul ehtiyac var. Deməli maşınımızın ili 2005-ci 2005 dedi, 2006-cı il istehsaldır. Karbürator motordur. 06 motordur, yağ yemir. Korobka 5'dir, atmır. Difrində cüzi səsi və bu maşından onsuz xəstəlikdir. 4 orijinal kolonka arxasında Pioneer Magintolası üstündə və keçək sürücü tərəfdən. Sonra yük yerini çəkib göstərəcəm. Açar səndədir Orxan? Üstündədir. Yox, üstündə deyil, aparıblar. Çox gümanki aparıblar, eybi yox. Slenkalar yaxşı vəziyyətdə, normal vəziyyətdədir. Bir dənə buranı qaldıraq zəhmət olmasa. Deməli 06 motor, yağ yemir, akkumulatoru yepyenidir. Maşının kosmetik şey ehtiyacı yoxdur. Ağcabədi seriyası iləndir. Ağcabədi əhalisinə salam olsun buradan. Məlumatları həm Orxan qardaş qeyd elədi, maşın sahibi, həm də mən təkrarladım. Maşın sahibi Orxan qardaşımız da nömrə qeyd elədi. O nömrə ilə də zəng vurub bu maşına həm yaxından baxa bilərsiniz, həm də maşın haqqında daha ətraflı məlumat ala bilərsiniz. YouTube izləyiciləri, Volkswagen Golf həvəskarları, sizlər üçün Göyçə maşın bazarında BMW X5-ə bənzəsə də, amma Volkswagen Golf'dur. Əli, hara getdin Əli? Cəbrə görüm Əli. Məlumat alaq, ili neçənci ildir? İli 96, Aha. motor 1.6, 015 motorudur, Ay karobkası maşallah. hamısı sadə. Ha. Özüm usuyam, özüm yığmışam, sənədlər hamısı qaydasındadır. Aha. Yəni otur sür maşındır. Təkərlərindən də yəni təzədir. Problemin nədir? Problemlər yoxdur. Yoxdur. Problemi- Qiymət? Problemi bir dənə sol kırlom qara quruntudur. Quruntudur, onun qiymətə çıxır. Qiymət? Qiymət qara 5 Aşağı yeri olacaq, razılaşmaq olar. razılaşma olacaq. Telefon nömrü 051 Aha. 366 05 23. 051 366 05 23 maşına Göyçədə baxmaq mümkündür. Barter maraqlıdır. Ha. Hansı maşınlarla? BMW ilə. BMW-lərlə barter maraqlıdır. Çəkək, göstərək. Deməli, ili 96. Motor 1.6 015. Korobka 015. Problemsiz. Dolu maşındır. Dolu maşındır. Bir dənə problemi nədir? Bu tərəf qurutdudur. Sol kırılandan bir dənə. Bəli. Bir də düzgün burada, yəni gözdəyməsini eləyib. Salon səliqəli, agəstim öz yerində. Baxaq. Tamam kalandı. Belə. Belə. Oy oy oy, 4 kolonka, bir basovka, usliter. Akulalar yatır burada. Bəli, burada indi deyəcəklər, taksi nədir orada? Taksi nədir? Taksi elə belə. Taksi nədir? Taksi. Bəzən. Baxırıq. Motor, korobka 015. Əli, aç oranı. Əli, oranı aç. 015 motor, 1.6 sadə. Yəni preditka olunub da. Maşının sahibi özü ustadır maşını. Yəni motorun korobkasını özü yığıb. Sənədlər də qaydasındadır. Maşına da baxmaq istəyənlər baxın. Bu səhifədə baxa bilərlər. 5000 stat qiymətlə bazara girib 90 nömrə üstündə qalır. Real alıcıya təbii ki maşının yanında endirim olunacaq. Maşına daha ətraflı və geniş baxmaq istəyənlər telefon nömrəsi qeyd olundu. O nömrə ilə zəng vurub maraqlana bilərlər bu Volkswagen haqqında.